İyun 2025 Xərçəng bürcü aylıq bürclər proqnozu. Əziz Xərçəng, bu ay daxilinizdə, qəlbinizdə və səssiz şəkildə həyatınızda çox şey baş verir. Ayın son həftəsinə qədər gündəlik həyatda hərəkətə keçmə istəyi daha az olacaq. Lakin 8-dən etibarən daha çox danışqan və ünsiyyətçil olacaqsınız. Hər şeyi açıq şəkildə bölüşməsəniz də, danışmaq, əlaqələr qurmaq və hərəkət etmək istəyində olacaqsınız. Zehninizin aktiv olduğu bu dövrdə ruhani və emosional balans üçün vaxt ayırmaq önəmlidir. Həyatınızda hələ də tamamlamaq lazım olan məsələlər varsa, Günəş ilin sonlarına yaxınlaşarkən onları həll etmək üçün doğru zamandır. Əgər bacarsanız özünüzlə qalmaq və dincəlmək üçün yaxşı vaxtdır. Bütün işləri tamamilə kənara qoymasanız da, enerjinizi yeniləməyə daha çox önəm verirsiniz. Hələ tam əmin olmadığınız mövzularda danışmağa meyilli ola bilərsiniz. Texniki olaraq 20-sinə qədər Günəş hələ bürcünüzdə deyil və bu zaman nisbətən sakit bir DÖVR hesab olunsa da, siz mütləq diqqət və müsbət enerji alırsınız. 6-sından etibarən şəxsi cazibə, dostluqlar, şəbəkələşmə, komanda işi, qrup münasibətləri, canlılıq, gözəllik, bədən imici və stil sahəsində əla planet dəstəyi alırsınız. Ətrafınızdakı insanlar sizinlə vaxt keçirməkdən zövq alacaq və sizinlə ünsiyyət qurmaq istəyəcəklər. Xəyallarınız və planlarınız başqaları tərəfindən maraqla qarşılanacaq. Bu enerjilər 6-cı evdən keçən Venera sayəsindədir və bu keçid sosial həyatınızı, zövqünüzü və cazibənizi artırır. Üstəlik, 8-dən etibarən bürcünüzdə olan Merkuri və 17-sindən sonra ünsiyyət sahəsində yerləşən Mars sayəsində komanda işi, yeni və həyəcanverici layihələr, dəyərli əlaqələr qurmaq və maraqlı məlumatlar öyrənmək üçün çox uyğun bir vaxt olacaq. Hal-hazırda qeyri-adi və orijinal şeylər sizə daha çox cazibədar görünür. Lakin sosial həyatınız emosional balans və dincəlmək üçün ayırdığınız vaxtı pozmamalıdır. Əgər pozursa, bəzi dəyişikliklər etməyin vaxtı gəlib deməkdir. 11-də baş verəcək dolunay sizə iş və sağlamlıqla bağlı məsuliyyətlərinizi xatırlada bilər. Bu mövzularla məşğul olmaq üçün uyğun enerjilər var. 17-sindən etibarən öyrənmək, sizi maraqlandıran layihələr üzərində işləmək və dəyər verdiyiniz mövzularda danışmaq üçün yüksək motivasiyanız olacaq. Bu sürət dəyişikliyi ilə bağlı diqqət etməli olduğunuz tək məsələ, nəticələr üçün çox tələsməmək və məqsədinizə çatmaq üçün səbirsiz davranmamaqdır. Bəzən tələsik olsanız da, bu ay xüsusilə güclü bir cazibə ilə ünsiyyət qurur, fikirlərinizi ifadə edir və aldığınız reaksiyalardan zövq alırsınız. Həmçinin, məlumatları tez mənimsəyirsiniz, özünüzü ifadə etmək üçün əla vaxtdır. Amma ifadə etdikləriniz tələsik deyil, içdən və gerçək olmalıdır. İyun ayı istiqamətinizi tapmaq və tamamlanmamış işlərinizi yekunlaşdırmaq üçün uyğun zamandır. Ay irəlilədikcə özünüzə gəlir və canlanırsınız. Yeni Günəş ilinizi doğru addımlarla qarşılayırsınız və bürcünüzdə bolluq planeti Yupiter yerləşir. Bir ildən çox müddətdir həyatınıza səfər edən Yupiter, həyatınıza daha çox anlam, sevinç və məmnunluq gətirəcək. Yupiterin bürcünüzə keçidi güclü və mühüm bir hadisədir. Son bir ildə ruhani özünə inamınızı incə yollarla inkişaf etdirdiniz. İndi isə əvvəlki qorxularınız və daxili maneələriniz sizi artıq o qədər də təsirləndirmir. İntuisiyanıza olan inamınız artıb. Bu inkişaflar bu aydan başlayaraq 2026 ilin iyununa qədər davam edəcək olan Yupiter dövrünü qəbul etməyinizə kömək edəcək. Daha çox özünə inam qazanmalı və yeni sizin enerjisini ətrafa yansıtmalısınız. Yeni münasibətlər qurmaq mümkündür. Bu müddətdə şəxsi imicinizi, davranış tərzinizi, həyata və müstəqilliyə baxışınızı, özünə inam səviyyənizi, bədəninizlə münasibətinizi və özünüzə qarşı iddianızı inkişaf etdirəcəksiniz. Cavabdehlik almağı və bu sahələrdə sahib çıxmağı öyrənirsiniz və ya yenidən öyrənirsiniz. Doğma xüsusiyyətlərinizi tam qəbul etməyin zamanıdır. Yeni fiziki fəaliyyətlər, iş imkanları və ya bir məkana necə daxil olduğunuz, fürsətləri necə dəyərləndirdiyiniz də bu yenilənmə prosesinin bir hissəsi ola bilər. Yupiter sizə öz imicinizi yaxşılaşdırmaqda və özünüzlə münasibətinizi düzəltməkdə kömək edəcək. İnsanların sizi və ümumi auranızı daha aydın şəkildə qiymətləndirdiklərini görəcəksiniz. Saturn isə yaxın zamanda karyera və nüfuz sahənizdə uzunmüddətli bir keçidə başlayıb. Bu keçid 1 sentyabra qədər davam edəcək, sonra isə 2026 ilin fevralında geri qayıdaraq 2028 ilin aprel ayına qədər davam edəcək bir dövr başlayacaq. Bu müddətdə karyeranızı və mövqeyinizi yenidən qiymətləndirməniz, məqsədlərinizə daha uyğun bir yol seçməyiniz üçün münasib bir zaman olacaq. Həyat sizə strukturlaşdırma, məsuliyyət və nüfuzun vacibliyini xatırladacaq. Karyera yolunuzu ürəyinizə ən yaxın prinsiplərlə uyğunlaşdırmaq üçün növbəti illərdə dəyişikliklər edə bilərsiniz. Daha böyük məsuliyyətlər olacaq
lakin daha böyük uğurlar da mümkündür. Şəxsi azadlıq arzunuz bəzən peşəkar məqsədlərinizlə və ya ictimai öhdəliklərinizlə toqquşa bilər. Müstəqillik və şəxsi sahəyə ehtiyacınız bəzi hallarda bədəlli ola bilər. Hər iki sahədə də ifrata varmaq cazibəsi mövcuddur. Lakin balanslı yanaşma daha az streslidir. Ayın son həftəsində həyatınız sürətlənir. Aktivlik və bu aktivlikdən aldığınız zövq artır. Yeni planlar və məqsədlər üçün fəaliyyət başlayır. Dostluqlar qurulur, tərəfdaşlıqlar genişlənir və pozitiv dəyişikliklər üçün qapılar açılır. Günəş 20-də bürcünüzə keçəcək və sizin üçün yeni bir fəslin başlanğıcını qoyacaq. Şəxsi yeni ayınız 25-də baş verəcək və bu, planlarınızı irəli aparmaq üçün sizə G3C verəcək. Əgər imicinizi yeniləməyə ehtiyacınız varsa, bu əla vaxtdır. Müsbət rəy və dəstək almaq üçün uyğun bir DÖVR. Bu zaman özünüzə daha çox güvəndiyiniz, daha duyarlı olduğunuz və başqalarının da bu enerjinizdən zövq aldığı bir dövr olacaq. İyun 2025, Şir bürcü aylıq bürc proqnozu. Əziz Şir, bu ay əlaqələr qurmaq, planlaşdırmaq və sosial dairəni genişləndirmək üçün ideal mövqedəsən. Ayın son həftəsinə qədər həyatın tempi yüksək olacaq və həyatının rəqabətli və ya çətin tərəflərindən bir qədər fasilə ehtiyacı hiss edəcəksən. İyun ayı özündə həm yaxşı enerji, həm də dərin dəyişikliklər və sağalma potensialı daşıyır. Dostların sənə əla dəstək ola bilər və sosial həyatın, xoşbəxtlik axtarışların sənə diqqət yayındıran, lakin ilhamverici məqamlar təqdim edə bilər. Yeni əlaqələr qurursan və ya mövcud olanları möhkəmləndirirsən, dostlar diqqət tələb edir, amma dəstəkçidirlər. Həyəcanverici uzun müddətli planlar və ya fikirlər meydana çıxa bilər. Öyrənmək, paylaşmaq və dostluqların ləzzətini çıxarmaq üçün imkanlar yarana bilər. Əlaqələrinə qarşı daha nikbin yanaşır, daha geniş və yaradıcı düşünürsən. Razılaşmalar və müqavilələr bağlamaq üçün əla zamandır. Diplomatik bacarıqların 6-sından etibarən Günəşin 10-cu evindəki Venera tərəfindən ön plana çıxır. Şəxsi və peşə həyatın arasında balans tapmaq uğur üçün vacib olacaq. Bu keçid şəxsi həyatına çox da diqqət çəkməsə də, ona zərər də vermir. Əksinə, peşəkar və ictimai imicin güclənir. Bu keçid işgüzar əlaqələrin üçündə uğurlu ola bilər. 11 ində baş tutacaq. Dolunay sənə yaradıcılıq və ya romantik maraqlarında müsbət dəyişiklik gətirə bilər. Uzaqgörən və uzun müddətli fayda verəcək ideyaların ortaya çıxması üçün əlverişli zamandır. Duyğuların dramatik şəkildə üzə çıxa bilər. Oyunbaz, ifadəli və yaradıcı bir dövrə qədəm qoyursan. Romantik münasibətlər hərəkətlənir. İyun ayının ilk yarısı yüksək enerjili keçirsən, məsuliyyətlisən və ön plandasın. Temp bəzən çox sürətli ola bilər. Ay irəlilədikcə enerjini qorumağa daha çox ehtiyac duyacaqsan. 20-sindən etibarən güclü hiss edirsən, lakin hələ tələsmə, əvvəlcə təsəvvüründə bir sıçrayış et və böyük bir addım atmadan əvvəl nə hiss etdiyinə bax. Praktik və ticarət məsələlərində inkişaf müşahidə olunur. Merkuri 8-dən 26-sına qədər gizli və daxili sektorundan keçərək səni daha müşahidəçi və düşüncəli edə bilər. İstədiyin gires faktorları ilə başa çıxmaq üçün iç dünyana çəkilərək təhlil aparırsan. Bu, adətən sənin üslubun olan dərhal hərəkətə keçmək yerinə bir qədər durub düşünmək zamanıdır. Mars 17-sində bürcündən ayrıldıqda bu daha da asanlaşacaq. Mars bu dəfə bürcündə həmişəkindən daha uzun müddət qalıb və 17 iyunda resurslar sektoruna keçir. Mars burada avqustun əvvəlində qədər qalacaq və bu DÖVR maddi ehtiyatları idarə etmək, yığmaq və nəzarətdə saxlamaq istəyini gücləndirəcək. Gəlirini artırmaq və maddi cəhətdən müstəqil olmaq arzun üstünlük qazanır. Pul və azadlıq arasında əlaqə qurursan, fərdi təzyiqlər azalır və özünü daha güclü, nəzarətli və yetkin hiss edirsən. Artıq qəlbini aparan yol praktik bir marşrutdur. Ötəri maraqlardansa sabitliyə və etibarlılığa üstünlük verirsən. Saturn yaxın zamanlarda ruhani sektoruna keçib və önümüzdəki 3 ilin böyük hissəsində burada qalacaq. Bu keçidin ilk mərhələsi artıq başlayıb və 1 sentyabra qədər davam edəcək. İkinci mərhələ isə 2026 ilin fevralından 2028 ilin aprelinə qədər olacaq. Bu DÖVR sənə öyrətmək, nəşr etmək və məlumat paylaşmaq istiqamətində daha çox diqqət yönəldə bilər. Eyni zamanda məsuliyyətlərini yerinə yetirməyə kömək edən sabitlik və dəstək enerjisi gətirir. Təşkilatlanmaq prioritet olur və əvvəlkindən daha asan olur. Saturn sənin bürcünə uyğun hərəkəti hər nə qədər diqqət çəkməsə də, həyatını tamamlamana kömək edir. Jupiter bu ay gizli və daxili sektoruna keçir və burada bir ildən bir qədər artıq qalacaq. Bu, daha güclü mənəvi sakitlik, dərin daxili sükunət və 2026 ilin iyununda Günəş üzərindən keçid etdikdə, xarici dəyişikliklərə hazırlıq deməkdir. Bu keçid iç dünyana biraz sehir və hər şeyi olduğu kimi qəbul etmək bacarığı gətirə bilər.
Qarşıdakı il ərzində səhnə arxasında işləmək və ya daha içinə qapanmaq ehtiyacı hiss etsən də, bu keçid daha çox introspeksiya və təkliyə rahatlıq gətirir. Bu egoist bir təkbaşınalıq deyil, daha çox özündən razılıq və daxili məmnunluqdur. Yardıma ehtiyac duyduqda, gözlənilməz və gizli mənbələrdən vaxtında yardım alacaqsan. Qarşıdakı il böyük bir daxili və ruhani güclü inşa edəcəksən və bu proses artıq başlayıb. Bu, özünü xeyriyyəçilik yolunda həsr etmək üçün mükəmməl bir dövrdür. Çünki bu səni içdən xoşbəxt edəcək. Bu dövrdə partnyorunun gündəlik həyatı və ya sağlamlığı ilə bağlı da müsbət inkişafələr görə bilərsən. Səni günahkarlıq və ya təzyiq altına salan qorxu və narahatlıqlarla bu il daha rahat şəkildə üzləşə bilər və onları geridə qoya bilərsən. Özünlə vaxt keçirməkdən zövq almaq, daha çox sülh və sakitlik tapmaq, intuisiya güvəni, başqalarına dəstək vermək və səhnə arxasında yaxşı işlər görmək üçün gözəl vəziyyətdəsən. Lakin, çox sayda potensial layihə sıraya düzübsənsə və ya çox seçimlərlə qarşılaşırsansa, ayın bəzi hissələrində özünü bir qədər yüklənmiş hiss edə bilərsən. Daha çox boş vaxt, məxfilik və istirahət arzun var. Amma dərslər və ya xüsusi hədəflər kimi xarici öhdəliklər səni çağırır və uyğunlaşdırma tapana qədər özünü məhdud hiss edə bilərsən. 20-sindən etibarən günəş ilinin bağlanış mərhələsinə qədəm qoyursan. Planlarını düzənləmək, enerjini və motivasiyanı yeniləmək və yüklənmədən uzaq durmaq üçün bir qədər daha çox yalnızlığa ehtiyacın olacaq. Ümumiyyətlə, hazırda başlanacaq yeni layihələr üçün deyil, onları hazırlamaq və daxili tənzimləmələr aparmaq üçün uyğun zamandır. Bu dövrdəki həssaslıq bəzən əleyhinə işləyə bilər, lakin çox zaman sənin avtomatik rejimdə getdiyin proseslərə daha aydın baxmağa kömək edər. İndi aydınlanma və özünlə söhbət üçün əla zamandır. 25-sindəki yeni ay sənə vaxt ayırmaq, introspeksiya və daxili dünyana fokuslanmaq üçün güclü bir çağırış olacaq. Son dövrlərin hadisələrini və hisslərini dəyərləndirmək üçün daha çox zamana ehtiyacın ola bilər. Bu yeni ay, istirahət, sakitlik və sağalma ehtiyacını qabardaraq içində cavablar axtarmağın vacibliyini göstərir. Bu, əl-qol bağlayıb heç nə etməməlisən demək deyil. Əslində Günəş və Jupiterin bu yeni ay zamanı birləşməsi və ayın son həftəsinin enerjisini daha müsbət və xoş atmosferə bürüməsi ilə hər şey səhnə arxasında baş versə də, özündən həzz almağa meyilli olacaqsan. Üstəlik Merkuri 26-sında sənin bürcünə keçir və zehnən aktiv, pozitiv bir mərhələyə daxil olur, yeni başlanğıcından zövq alırsan. İyun 2025, Qız bürcü aylıq bürclər proqnozu. Əziz Qız bürcü, bu ay uzun müddətli hədəflərinizə, nüfuzunuza, karyeranıza və məsuliyyətlərinizə diqqət yetirmək üçün güclü bir dövrdür. Həyat yolunuzla bağlı yeni və ya yenidən müəyyən edilmiş məqsədlərə çatmaq vaxtıdır. Ən yaxşısını etmək və ya liderliyi ələ almaq üçün motivasiyalı olacaqsınız. Lakin ayın ilk yarısında hərəkətlilik yaşansa da, bu tempə uyğun şəxsi enerjiniz çatmaya bilər. Ta ki 17-sində Mars bürcünüzə keçənə qədər. O vaxta qədər səhv etmə ehtimalınız daha yüksəkdir, xüsusilə də bədəninizin yavaşlama siqnallarına qulaq asmırsınızsa. Ən yaxşı nəticələr üçün fürsətləri dəyərləndirin, ancaq özünüzü həddən artıq zorlamayın. Dincəlmək və öz ritminizlə hərəkət etmək vacibdir. Sevgi sahəsində macəra və coşqu var və iyun ayında bir partnyorun və ya başqalarının resurslarını idarə etmə vasitəsilə maddi qazanc imkanları ortaya çıxa bilər. 6-sından etibarən təhsil imkanları açıla bilər. Nəşriyyat, tanıtım və ünsiyyət sahələrində inkişaflar mümkündür. İstər münasibətləriniz, baxış bucağınız, şəxsi maraqlarınız, istirahət və hobbiləriniz və ya bunların istənilən birləşməsi olsun, indi ilham alma zamanıdır. Hədəflərinizi yüksək tutun, lakin haradan başlayacağınızı bilməyəcək qədər yox. Qız bürcü olaraq məntiqli və praktik hədəflər sizin təbiətinizə uyğundur. Bu motivasiya verən və populyarlığınızı artırmağa kömək edən keçidlər Günəşin 9-cu evinizdə olan Venera sayəsində baş verir. Bu, həm də karyera və həyat yolu hədəflərinizlə bağlı problemlərə həll tapmaq zamanıdır. Yeni şeylər öyrənmək, nəticələr çıxarmaq və qərarlar vermək üçün açıq bir dövrdəsiniz. Bu keçidlər sizi məqsədlərinizə yaxınlaşdıra biləcək insanlarla ünsiyyətə təşviq edir. İndi tanıdığınız insanlar önəmli ola bilər, lakin əsas açar pozitivlik və inamınızdır. 11 iyundakı dolunay ev və ailə məsələlərinə diqqətinizi çəkir. Özünüzü sıxılmış və ya qeyri-müəyyən hiss edə bilərsiniz. Bu da sizi təhlükəsizlik və rahatlıq ehtiyacınızla bağlı yeni bir anlayışa aparacaq. Merkuri 8 zindən 26-sına qədər sosial sektorunuzdan keçir və bu, dostluqlara, ictimai fəaliyyətlərə və kollektiv hədəflərə marağınızı artırır. Özünüzü yeni bir maraq sahəsinə yönəlmiş görəcəksiniz. Hədəf bağlılıq hiss etmək və fayda verməkdir. Marsın uzun müddət gizli sektorunuzda qalması enerjinizin aşağı səviyyədə olmasına səbəb olub. Bu, diqqətinizi hara yönəldəcəyinizi bilməkdə çətinlik yaratmış ola bilər.
Ancaq 17-sində Mars bürcünüzə keçdikdən sonra aydınlıq gəlir. İdarəni ələ almağa hazırsınız. Qarşıya çıxan çətinliklərlə üzləşmək üçün güclü bir dövrdəsiniz. Bu zaman romantik maraqları cəlb etmək baxımından da əlverişlidir. Marsın bürcünüzə keçməsi xoş bir enerji partlayışı kimi hiss edilə bilər. Ancaq bu, sizi həddindən artıq aktivləşdirə bilər. Xüsusilə də konkret məqsədiniz yoxdursa. Lakin planlarınızı və arzularınızı həyata keçirmək üçün möhtəşəm bir zamandır. Layihələr və şəxsi maraqlarınızla bağlı həyəcanlı ola bilərsiniz. İndi təşəbbüs göstərmək vaxtıdır. Ancaq qəzəb və aqressiyaya diqqət edin. Enerjinizi düzgün istiqamətləndirsəniz, bu dövrdə olduqca yaradıcı və dinamik ola bilərsiniz. Saturn bu yaxınlarda 8-ci evinizə keçib və 1 sentyabra qədər burada qalacaq. Bu keçid fevral 2026-dan aprel 2028-nə qədər davam edəcək ikinci hissəyə malikdir. Bu dövrdə münasibətlərinizdə və maddi resurslarınızda daha çox məsuliyyət və sabitlik ehtiyacı ilə qarşılaşa bilərsiniz. Öz maliyyənizə daha çox etibar etməyi öyrənməli olacaqsınız. Borclar, paylaşılmış resurslar və dəstək mövzularında vəziyyəti aydınlaşdırmaq və təşkilatlanmaq üçün yaxşı zamandır. 9 iyunda isə daha bir əhəmiyyətli planet dəyişikliyi baş verir. Jupiter sosial sektorunuza keçir və burada 1 ildən çox qalacaq. Bu, dostlar, qruplar, cəmiyyət və gələcək arzularla bağlı fəaliyyətlərdə artım deməkdir. Bu il ərzində yeni insanlarla tanış olacaq, dəyərli əlaqələr quracaq və qarşılıqlı faydalı münasibətlər inkişaf etdirəcəksiniz. Gələcəyə dair ümidlərinizi quracaq, planlarınızı həyata keçirmək üçün ilham alacaqsınız. Bu ay, yaxın münasibətlər, gizlilik və paylaşım ehtiyacları ilə dostluqlar və sosial hədəflər arasında gərginlik yarana bilər. Güclü mübarizələri, xəyanət və ya sərhədlərlə bağlı narahatlıqlar mümkündür. Amma əsas odur ki, keyfiyyət kəmiyyətə üstünlük təşkil edir. Həyatınızı sadələşdirməklə özünüzü daha çox nəzarətdə hiss edə bilərsiniz. Ayın son günləri enerjinizin və təşəbbüskar ruhunuzun yüksəldiyi bir mərhələyə çevriləcək və bu iyulda da davam edəcək. Özünüzə daha çox güvənirsiniz və liderlik etməyə hazırsınız. 25-ində baş verən yeni ay sizi şəxsi bir məqsəd və ya arzunu reallaşdırmaq üçün motivasiya edə bilər. Birdən hər şeyin mümkün olduğunu hiss edəcəksiniz. Mars bürcünüzdə olduğu üçün biraz impulsivlik mümkündür. Ancaq başqalarının reaksiyalarına deyil, öz instinktlərinizə qulaq asırsınızsa uğurlu olacaqsınız. Aylıq bürclər haqqında vaxtında məlumat almaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın ki, digər bürclər haqqında vaxtında xəbərdar olasınız.